Salam müəllimlər, bugün sizə yeni qaydalar əsasında tərtib etdiyim icmal nümunəsini təqdim edəcəm. Digər fən müəllimləri də bu icmal nümunəsinə baxaraq öz mövzularının icmallarını hazırlaya bilərlər. Deməli müəllimlər, sizə lazımdır metodik vəsait. Və onu da qeyd edim ki, mənim hazırladığım icmallar yeni qaydalara uyğun 5E modeli əsasında hazırlanmış icmallardır. İcmalı yazmaq çox asandır. İndi hal-hazırda izah eləyəcəm. Necə yazmaq lazımdır, qaydası necədir. Siz də kanala bəyənib, abunə olub və paylaşmağı unutmayın. Deməli müəllimlər, izaha keçid almamışdan öncə nəzərinizə çatdırım ki, bizim müsahibə dərslərimizə qoşulmaq istəyən müəllimlərimiz ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hal-hazırda təqdim etdiyim icmal müəllimlərin işə qəbulu müsahibə mərhələsinin musiqi fənni üzrə olan birinci mövzunun icmalıdır. Deməli müəllimlər, fən musiqi, sinif 5, mövzu libretto və balet mövzusudur ki, biz bunun icmalını hazırlayacağıq. Alt standartı necə əldə etmişəm? Alt standart metodiki vəsaitdə öz əksini tapır. Deməli, siz alt standartı seçirsiniz. 2, 1, 1. Bu necə oxunacaq? 2.1.1 kimi yox. Bu konstitusiya deyil, bu maddə deyil. Bunun oxunuşu necədir? İkinci məzmun xəttinin birinci əsas standartının birinci alt standartı. Yaxşımı? Belə olacaq. İkinci məzmun xəttinin birinci əsas standartının birinci alt standartı. Deməli, birinci standartımız oldu ki, musiqi əsərindəki emosional obrazların yaranmasında dinamik nüansların, bədii nümunələrin rolunu şərh edir. İkinci standartımız 3-1-1. Bu necə oxunacaq? Üçüncü məzmun xəttinin birinci əsas standartının birinci alt standartı. Mahnının not və mətni ilə bir səslə oxuyur. Bu da bizim ikinci standartımız. Daha sonra standartlardan nə çıxarırıq? Alt standartdan nə çıxarılır? Təlim nəticəsi. Təlim nəticəsi, belə deyim sizə, alt standartın özünü də təlim nəticəsi kimi götürə bilərik müəllimlər. Və bu da bizim işimizi asanlaşdırır. Deməli, 3 dənə təlim nəticəsi çıxarmışam. Amma siz bunun üçünü də yazmaq və yaxud da üçünü də təqdim etmək məcburiyyətində deyilsiniz. Əgər sizin yadınızda qalmırsa və yaxud da təqdim etmədə çətinlik çəkirsinizsə, bir dənə standart, bir dənə təlim nəticəsi, bir dənə də meyar götürə bilərsiniz. Deməli, təlim nəticələri bunlardır. Birinci, librettonun baletdəki rolunu izah edir. İkinci, librettonun musiqinin xarakterinin təsirini izah edir. Üçüncü, mahnının not mətni ilə fərdi və kollektiv tərkibində bir səsli oxuyur. Bu bizim təlim nəticələrimizdir. Daha sonra inteqrasiya. Bu da metodik vəsaitdə var müəllimlər. Ədəbiyyat və təsvir sənətlə əlaqələndirəcəyik mövzunu. Sonra iş formaları, qruplarla iş, kollektiv iş, İş üsulları hansılar olacaq? Beyin həmləsi, müzakirə, Venn diaqramı və Bibö üsulu. Sonra istifadə etdiyimiz resurslar dərslik olacaq. Əfrasiyab Bədəlbəylinin Qız Qalası baletindən adajio və vals musiqi nümunələri, sonra iş vərəqləri olacaq. Polad Bilbiloğlu'nun Şən Azərbaycan mahnısının not yazısı olmuş olacaq. Sonra 5E modeli üzrə dərsin mərhələləri gəlir. 5E modeli nədir? 5E modeli müəllimlər, bizim bildiyimiz dərsin 5 dənə mərhələsidir. Sadəcə bu mərhələlərin adı, məsələn, cəlb etmədir, araşdırmadır, sonra izah etmədir, dərinləşmədir, qiymətləndirmədir ki, bunların adları ingilis dilində E hərfi ilə başlayır. Ona görə də buna 5E modeli deyirlər. Birinci, cəlb etmə mərhələsi, yəni motivasiya mərhələsidir ki, burada bəstəkar Əfrasiyab Bədəlbəylinin Qız Qalası baletindən əvvəlcə çox asta tempdə olan adajiyadan bir hissə, deməli bir hissə sonradan əvvəlki tempdən cəhdliyi ilə fərqlənən vals musiqi nümunələri səsləndirilir ki, şagirdlərin diqqətini cəlb edək və dərsə maraq oyadaq. Mövzuya qarşı maraq oyatmaq lazımdır. Sonra tədqiqat sualı olacaq. Tədqiqat sualı belədir. Baletdə libretto ilə musiqinin xarakteri arasındakı əlaqə necədir? Biz tədqiqat sualını ünvanladıq. Şagird indi nə edəcək? Araşdırma edəcək. İkinci mərhələmiz araşdırmadır. Tədqiqatın aparılması üçün şagirdlərə üzərində adajio və vals yazılmış vərəqlər paylanılır. Və dediyimiz bu iş vərəqləridir ki, bunlar paylanılır. Yenidən həmin musiqi nümunələri səsləndirilir. Görürsünüzmü? Burada şagirdlərin həm də dinləyib anlama bacarıqlarını formalaşdırırıq. Sonra şagirdlərə təklif olunur ki, bu nümunələrin templərini düzgün təyin edərək qarşısında plus işarəsi qoysunlar.
Və müəllimlər, bu üsul hansı üsuldur? Bu plus işarəsi, yəni o işarələr sistemində biliklərin yoxlanılması deyirdik. Insert iş üsuludur. Bax, iş üsuluna insert iş üsulu da yaza bilərsiniz. Sonra qruplar librettonun musiqinin tempini və xarakterinə təsirini araşdırırlar. Daha sonra müəllim izah etmə mərhələsinə keçir. Deməli, balet janrı haqqında onun əsərinin məzmununa uyğun olaraq rəqslərdən ibarət olması ilə əlaqədar məlumat verilir. Şagirdlərə aydınlaşdırılır ki, baletin musiqisi yaranmamışdan onun məzmununu əhatə edən libretto olmalıdır. Balet librettosunun nəsrə yazıldığı, deməli, xoreografın isə librettoya və deməli, musiqiyə uyğun rəqslər qurduğu izah edilir. Fikir versinizmi? Bunu müəllim izah edir. Amma birinci növbədə nə oldu? Motivasiya, sonra tədqiqat sualı ünvanlandı. Tədqiqat sualı ətrafında araşdırma edildi. Daha sonra müəllim kiçik, yəni 10-15 dəqiqəlik izahat olmalıdır. 10-15 dəqiqəlik. Soruşulacaq orada. Dərsin izahatına 2 dəqiqə vaxt ayırırsınız. 10-15 dəqiqə. Yaxşımı? Sonra 45 dəqiqə deyirsiniz. Çünki 45 dəqiqə bir dərsin, bir akademik dərs saatıdır. Onun motivasiyası var, refleksiyası var, qiymətləndirməsi var. Yaxşımı? Dərsin izahatına neçə dəqiqə vaxt ayırırsınız? 10-15 dəqiqə. İndi o mövzuya baxır. Sonra dərinləşmə gəlir. Dərinləşmə yəni möhkəmləndirmədir burada. Burada artıq şagird balet janrının yaradılması üçün libretto yazan, bəstəkar və rəqsləri yaradan, deməli, xoreografın işi haqqında informasiya mübadiləsi aparılır. Bəstəkar Polad Bülbüloğlu'nun şair Məstan Günərin sözlərinə bəstələdiyi Şən Azərbaycan mahnısı öyrədilir. Mahnının xarakteri müəyyən olunur və not mətni üzrə fərdi və kollektiv tərkibində bir səsli oxunur. Görürsünüzmü? Artıq burada standartları biz reallaşdırırıq, standartlara uyğun dərs keçirik, düzdürmü? Sonra 5-ci gəlir qiymətləndirmə. Qiymətləndirmədə necə olacaq? Təlim nəticələrinə uyğun olaraq şagirdlərin balet librettosu haqqında bilikləri və not mətni ilə oxu bacarıqları qiymətləndirilir. Məqsədlərə uyğun qiymətləndirmə meyarları və səviyyələr olur. İndi müəllimlər, səviyyələri üzrə indi orada soruşmaya da bilərlər ki, məsəl üçün səviyyələr üzrə məsəl üçün necə verərsiniz, amma siz səviyyələri yazmalısınız. Yaxşımı? Soruşmasa da yazmalısınız. Sonra o səviyyələrə uyğun rey verməlisiniz. Çünki keçən illərim şəxsən mənim müəllimlərimə verilən sualdır. Səviyyələr üzrə rey vermək. Düzdürmü? Rey vermək onsuz da var. Formativ qiymətləndirmənin əsas tərkib hissəsidir rey. Amma o səviyyələr üzrə rey verməyi bacarmalısınız. Bax, indi hal-hazırda onun nümunəsini təqdim edəcəm sizlərə. Deməli, meyarlarımız hansıdır? Bilirsiniz ki, meyar təlim nəticəsindən çıxarılır. Düzdürmü? Meyar təlim nəticəsindən çıxarılır. Yəni, yadınızda belə saxlayın. Alt standartdan dərsin məqsədi çıxarılır, təlim nəticəsi. Təlim nəticəsindən də meyar çıxarılır. Meyardan da səviyyələr çıxarılır və meyarlara uyğun da rəy verilir. Baxaq, bizim təlim nəticəmizdən çıxarılan meyar hansıdır? Deməli, birinci təlim nəticəsi üzrə meyarımız librettonun baletdəki rolunu izah edir. Birinci səviyyə. Balet janrını və Qız Qalası baletinin müəllifini tanıyır. Bir də diqqətli olmalısınız müəllimlər. Bax, metodiki vəsaitdə də o meyarlarda yazılıb ki, yəni meyarlardan çıxan səviyyələrdə yazılıb ki, müəllimin köməyi ilə edir, nə bilim, qismən edir, çətinlik çəkir, yoldaşının köməkliyi ilə edir və yaxud da edə bilmir, səhvlərə yol verir. Bu kimi səviyyələr çıxarmaq olmaz. Artıq bu səviyyələri komissiya üzvləri qəbul etmir. Halbuki onların öz metodik vəsaitində elə yazılıbdır. Amma bu səviyyələr, çünki metodik vəsaitlər artıq köhnəlibdir və yeni qaydaya əsasən səviyyələr elə çıxarılmamalıdır. Səviyyələri siz taksonomiya feillərinə əsasən çıxarırsınız, taksonomiya mərhələlərinə əsasən. Məsələn, zəif oxuyan şagird nə edəcək? Zəif oxuyan şagird nə edəcək? Librettonun baletdəki rolunu izah edəcək. Düzdür? Yaxşı, bəs bircə dəqiqə. Birinci səviyyədə olan, üzr istəyirəm, birinci səviyyədə olan librettonun baletdəki rolunu izah edir, bizim meyarımızdır. Birinci səviyyədə olan şagird nə edəcək? Qız Qalası baletinin müəllifini tanıyır, düzdürmü? Maksimum əzbərləyib gedib soruşanda onun cavabını verəcək ki, məsələn, Qız Qalası baletinin müəllifi kimdir? Əzbərçidir də, yəni deyəcək, adını deyəcək, bunu tanıyacaq. Amma desək ki, balet librettosunun əsərin yaranmasındakı rolunu izah et, durub baxacaq. Çünki o birinci səviyyədədir ona görə. Düzdür? İkinci səviyyədə olan şagirdimiz nə edəcək? İkinci səviyyədə olan şagirdimiz balet librettosunun əsərin yaranmasındakı rolunu izah edir. Artıq o anlamaq mərhələsindədir. Birinci mərhələdə, yəni birinci səviyyədə daha doğrusu, birinci səviyyədə oxuyan, zəif oxuyan şagirdimiz anlamaq, daha doğrusu xatırlamaq mərhələsindədir.
Xatırlamaq birinci səviyyə. İkinci səviyyədə olan uşaq ondan bir pillə yuxarıdır. Yəni o anlamaq mərhələsindədir. Ona görə də səviyyələri çıxardanda taksonomiya mərhələlərinə uyğun yazın. Çətinlik çəkir, müəllimin köməyi ilə edir. Bu tipli sözlərə yer verməyin. Sonra ikinci səviyyə dedik ki, balet librettosunun əsərin yaranmasındakı rolunu izah edəcək. Düzdürmü? Əla. Üçüncü səviyyədəki nə edəcək? Balet librettosu ilə opera librettosunun yazılış formasını müqayisə edir. Üçüncü səviyyəni görürsünüz, artıq müqayisə edə bilir. Dördüncü səviyyə isə yaxşı oxuyan şagird nə edəcək? Əlbəttə ki, yaxşı oxuyan şagird, ümumiyyətlə, üçüncü, dördüncü səviyyədə olan şagirdlər, ən çox da dördüncü səviyyədə olan şagirdlər. Bunlar yaxşı oxuyan şagirdlərimizdir. Bunlar yuxarı təfəkkürə malik şagirdlərimizdir. Bilirsiniz ki, aşağı təfəkkür var, ATS, bir də YTS var, yəni yuxarı təfəkkür səviyyəsi var. Yaxşı oxuyan şagirdlərimiz yuxarı təfəkkür səviyyəsindədir. Düzdür, dördüncü səviyyədə. Yəni, dəyərləndirmək və yaratmaq mərhələsinin feillərindən istifadə edəcəksiniz. O mərhələ üzrə çıxardacaqsınız səviyyələri. Deməli, dördüncü səviyyə balet librettosunun xoreografik quruluşundakı bədii dəyərini əsaslandırır. Fikir verirsiniz? Bu oldu artıq yuxarı təfəkkür səviyyəli yaxşı oxuyan şagird. İkinci təlim nəticəsi üzrə meyarımız var. İkinci təlim nəticəsi üzrə meyarımız necə oldu? Librettonun musiqinin xarakterinə təsirini izah edir. Birinci səviyyəyə baxaq. Birinci səviyyədə olan şagird, bu zəif oxuyan şagirddir. Adagio və vals musiqi nümunələrinin tiplərini müəyyənləşdirir. Bu sadəcə müəyyənləşdirə biləcək. İkinci səviyyədə olan şagirdimiz deməli librettonun məzmununa uyğun olaraq musiqinin temp və xarakter dəyişməsini izah edir. Bu izah edəcək. Sonra öz sözlərindən izah edəcək, nümunələr gətirəcək, düzdürmü? Sonra üçüncü səviyyə. Adagio və vals musiqi parçalarındakı emosional xarakteri librettodakı obrazlara əlaqələndirərək təhlil edir. Bu artıq təhlil etmə mərhələsindədir. Üçüncü səviyyədə də ona görə. Bundan da yaxşı oxuyan şagird, yəni lap əlaçı şagird nə edəcək? Dördüncü səviyyədə olan, yəni yuxarı təfəkkür səviyyəsinə malik olan şagird libretto, bəstəkar və xoreograf işinin vəhdətini mühakimə edəcək. Düzdürmü? Mühakimə edir. Bu dördüncü səviyyə oldu. Sonra üçüncü təlim nəticəsi üzrə meyarımız var. Mahnının not mətni ilə bir səsli ifa edir. Bu bizim üçüncü təlim nəticəsi üzrə olan meyarımızdır. Mahnının not mətni ilə bir səsli ifa edir. Deməli, bu meyardan da səviyyələr çıxarmalıyıq. Birinci səviyyə. Şən Azərbaycan mahnısının notlarını tanıyır. Düzdürmü? Zəif oxuyan şagird nə edəcək? Maksimum tanıyacaq da, düzdürmü? Adlarını çəkəcək, sadalayacaq. Nə bilim, deyək ki, əzbərə dayanan bir xüsusiyyətlərdir. Xatırlamaq mərhələsindədir bu şagird. Deməli, bu şagird Azərbaycan mahnısının notlarını tanıyır. İkinci səviyyə. Mahnının not mətni üzrə fərdi şəkildə ifa edir. Bu artıq ifa edə bilir. Yəni, birinci səviyyədən bir pillə yüksəkdir. Sonra üçüncü səviyyə gəlir. Mahnının not mətni ilə kollektiv tərkibində ritmə və intonasiyaya riayət edərək bir səsli ifa edir. Görürsünüzmü? Bu artıq bütün qaydalara riayət edərək düzgün, səlis şəkildə ifa edir. Dördüncü səviyyə nə olacaq bəs? Dördüncü səviyyə ən yüksək səviyyədir. Mahnının bir səsli ifa zamanı mətnlə musiqinin bədii emosional xarakterini dəyərləndirir. Görürsünüzmü? Bu artıq dəyərləndirir. Bu dördüncü səviyyə olacaq. Sonra meyarlara uyğun konstruktiv rəy. Gəldik əsas məsələyə. Meyarlara uyğun deyəcək konstruktiv rəy ver. Məsəl üçün, birinci səviyyəyə uyğun rəy ver. İkinci səviyyəyə rəy ver. Üçüncü səviyyəyə rəy ver. Necə verəcəksiniz? Diqqətli olun. Bir meyar 1 üzrə birinci səviyyədən ikinci səviyyəyə keçirməlisiniz uşağı. Deməli, birinci səviyyədə hansıydı? Baxın, birinci meyarımız deməli, librettonun baletdəki rolunu izah edir. Birinci meyar budur. Səviyyə hansıdır bəs? Balet janrını və Qız Qalası baletinin müəllifini tanıyır. İndi biz bu şagirdi, birinci səviyyədə olan şagirdi ikinci səviyyəyə keçirməliyik. Necə rəy verərik? Baxaq. Deməli, Əfrasiyab Bədəlbəylinin və Qız Qalası baletinin düzgün adlandırdın. Gördünüzmü? Birinci səviyyədədir və biz bunun müsbət tərəfini vurğulamalıyıq birinci. Afərin sözündən də istifadə edə bilərsiniz. Sonra indi isə librettonun nə üçün balet musiqisindən əvvəl yazılmalı olduğunu öz sözlərinlə izah et. Deyirik və görürsünüzmü? Artıq bu şagirdi ikinci səviyyəyə qaldırırıq. Düzdürmü? Hətta burada siz yol istiqamət də göstərə bilərsiniz ki, o öz sözlərini izah etməsi üçün necə, hansı vasitələrdən istifadə eləsin. Sonra ikinci meyar üzrə ikinci səviyyədən üçüncü səviyyəyə qaldırırıq. Adagionun ağır, valsın isə cəld tempdə olduğunu doğru izah etdin.
Növbəti mərhələdə bu temp fərqinin librotodakı obrazların əhval-ruhiyyəsi ilə necə bağlı olduğunu izah et. Artıq biz bunu yönləndiririk, qaldırırıq 3-cü səviyyəyə. Meyar 3, 2-ci səviyyədən 3-cü səviyyəyə. Şən Azərbaycan mahnısını fərdi şəkildə notla aydın oxuyursan. Kollektiv ifada digər yoldaşlarınla səs balansını gözləyərək bir səslə oxumağa diqqət et. Görürsünüzmü? Bunu da 2-dən qaldırdıq bu şagirdi 3-cü səviyyə. Düzdürmü? Əla, super. Sonra refleksiya gəlir. Bu refleksiya olmazsa olmazıdır. Deməli, gündəlik planlaşdırmanın, icmalın. Düzdürmü? Ona görə də refleksiyanı qısa şəkildə deyə bilərsiniz ki, bax, BB üsulu ilə bir də müzakirə üsulundan keçirirəm. BB üsulu nədir? Bilirəm, istəyirəm, biləm, öyrəndim. Şagird burada bildiyini, bilmək istədiyini və öyrəndiyini qeyd edir. Müzakirə də bildiyiniz uşaqları müzakirəyə dəvət edərək biz refleksiya mərhələsini keçirə bilərik. Bu qədər müəllimlər, kanala abunə olub paylaşmağı unutmayın.